bir çarəsi var mıdır? O evvel dedim, bir de tekrar edelim. Çok sağ olun sualınıza göre. Bir de tekrarlayacağım. Deyirəm, ayağınızın altına soğan bağlayın, akşam yatanda səhər açın. Dairəvi kəsin, kəsik yer dəysin ora. Sonra turpu keçirin sürkeşdən balla qatın bağlayın. Bir müddətdə hərəsiz çəysin, yox, təbii müalicədir. Sonra ayağınızı bir gün sonra tekrar eləyin. İmkan olsa lap səhər axşam. Sonra mazol apteklərdə satılır, kağızı var, onu yapışdırın. Bəzi adamlarda o da çıxarda bilir. Təbii ki, mazolun dərinliyindən asılı olaraq. Yox, görsəniz olmur, onda deyərsiniz, məsləhətləşərik. Yəni, bir mənalı şəkildə bəzən insanlar göndərir, baxıb görür mazoldur, dediyim kimi padagradır. Ən çoxu barmağın ətrafında olur. Bəzi hallarda görürsən, atipik formada elə də rast gəlib görmüşük. Bir daha təşəkkür edirəm. Sağ olun.